Abşeron rayonunda 19 yaşlı oğlan qətlə yetirilib. Hadisə rayonun Xırdalan şəhərindəki parkda baş verib. Tanışı tərəfindən bıçaqlanan gənc xəstəxanada həyatını itirib. Əməkdaşlarımız hadisə ilə bağlı təfərrüatları diqqətinizə çatdıracaq. İki iradələr olardı. Həyətdən möhkəm səs gəlirdi, qışqırıq səsi gəlirdi. Hadisə gecə saat 2-3 radələrində Anabala Parkı adlanan bu ərazidə baş verib. 19 yaşlı Elmir Bədrov ürəyindən bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədən şəxs isə ərazidən dərhal qaçıb. Sözü səhv gəlib, o biri əsəbləşib, biri bunu qohum sayılır hələ. Axıllı uşaq idi ki, belə sakit təbiətli, yaxşı ailənin uşağı idi, tərbiyəli uşağı idi. Məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanılıb. Abşeron rayonu Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun aralarında yaranmış mübahisə zamanı Elmir Bədrova bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb. Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq tədbirləri davam etdirilir. Fidan Səfər, Kənan Abdullayev, Space xəbər.